Salam olsun videomuzu izləyən hər bir kəsə. Bu günlərim Goranboy rayon Qızılhacılı qəsəbəsindən şəhid Fariq Qurbanovun ailəsi olaraq müraciət edirəm. Ölkə başçımıza müraciət edirəm. Yollarla bağlı videodakı kimidir yollarımız. Çox xahiş edirəm bizim yollarımıza baxılsın. Biz başsız ailəyik. Atam rəhmətə gedib, qardaşım şəhid olub. Allah cəm şəhidlərimizin rəhmət eləsin. Bugün mən Goranboy rayon icra hakimiyyətinə müraciət etməyimə baxmayaraq, Qızılhacılı Bələdiyyəsinə müraciət etməyimə baxmayaraq bizim müraciətimizə baxılmır. Bizim yollarımız bu vəziyyətdədir. Sözdə maşın yolu olan küçəmizdir. Anamın vəziyyəti pisdir, yeriyə bilmir. Mən skoru çağırıram, anamın vəziyyəti ilə bağlı gələ bilmir. Taksi çağırıram, anamın vəziyyəti ilə bağlı xəstəxanaya çatdıra bilmirəm. Və Şəhidlər Xiyabanına anam gitmək istəyir, heç cürə gedə bilmirik. Yeriyə gərək gedək o birisi küçədən gedək. Yəni bizim evimizə, qapımıza heç bir yoldan, heç bir yerdən yol yoxdur. Maşın gələsi yol yoxdur. Çox xahiş edirəm, mənim müraciətimə baxılsın. Artıq dərəcədə xahiş edirəm.